Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşləqə Savalan masivində qapısına qədər asfalt və marşruta məktəbə yaxın tam 3 sot torpaq sahəsinin üzərində belə bir həyət evimiz çıxıb satışa. Evin torpağının çıxarışı var. İnşallah həyətin təqdimatını eləyək, sonra evin içərisinin təqdimatını tam təqdim edəcəyik sizlərə. Evin sağ və sol tərəfinə rahat bir şəkildə keçmək olur. Suyun axıntısı üçün turbaları qoyulub, qabağında açıq terası var, divarda işıqlandırma, əl qapısı, balaca jalüz və maşın daxil olmaq üçün qapısı var, o da jalüzdür. İnşallah gəl evin sağ tərəfini təqdim edək. Və onu da nəzərinizə çatdırım ki, bir zal, 3 yataq, bir mətbəxdən ibarətdir. 115 min manat reallıq olarsa, inşallah endirim olursa deyib. Evin hər iki tərəfinə, sağ və sol tərəfinə yəni keçidi var. Evin arxa tərəfində göstərək sizlərə və evin giriş hissəsini təqdim elə zəhmət olmasa maşın rahat bir şəkildə həyətə daxil olur. Və həyətdə bisetkası var. Bu hissəni də göstər zəhmət olmasa. Gördüyünüz kimi həyətdə bisetkası balaca burada su yeri düzəldilib və evin qabağında belə işıqlandırma var və evin sol tərəfinə keçid və padvalı. Zəhmət olmasa qabağının işıqlandırmasını göstərək. Yerdən də belə deyək, ən azı 5-6 daş kürsüdür. İnşallah daxil ol, evin içərisini sizlərə təqdim edək. Koridordur, evli koridordur. Koridordan ayrı-ayrı otağı var. Koridorun özündə belə istilik xətlərinin qoyulub, mətbəx. Başlayaq buradan inşallah. Zalını təqdim edək. Bu belə bir zalı var, səliqəli. Çərçivə pəncərələrdir. Hətta divarda belə bir fikir verir. Belə bir işləməsi var. Hətta işıqlandırmaya qədər qoyulur. Həqiqətən də gözəldir. Allah hər kəsin malının mülkünə bərəkət versin inşallah. Və gəl 3 yataq otaqlarını göstərək. Yataq otağı buradadır, bunu təqdim edək. Digər yataq otaqlarımızı da göstərək. Göstər zəhmət olmasa. Şey qardaşımıza. Bunu da təqdim edə zəhmət olmasa. Otaqların, hər otağın aboyu fərqli-fərqlidir və eynisində də istilik xətlər altında mətbəxi təqdim edək. Mətbəx də gördüyünüz ki, tam hazır vəziyyətdədir və terası var. Bayıra çıxmağa, buradan elə bir pəncərəsi, qapı qoyulur, fikir verin. Hər şey göstər zəhmət olursa, sanzeli təqdim edək. Çək qardaşım.